Ötən gün demək olar ki, əksər sosial media hesablarında da bu xəbərlər paylaşırdı. İnsanların sanki belə hisslərinə toxunmuşdu. Ahıl şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin sakinlərinə bir sual ünvanlanmışdı müəssisə tərəfindən ki, yenidən 20 yaşınız olsaydı, nə edərdiniz? Çox maraqlı cavablar almışdılar doğrudan da. Məşhur musiqçi o olardım. ahıllardan, yaşlardan. Xeyriyyəçi olmaq istəyərdim. Orada hətta bir müəllimə var idi, qocaman bir Evlənərdim. Mən onun xəttinin gözəlliyində qaldım da, yəni. Baxmayaraq ki, illər ötüb, o özü də ömrünün bir ahıl yaşına çatıb, amma yaşından, yazısından bir müəllim, yəni xətti, səliqəsi süzülürdü də, həqiqətən də. Qayıtma imkanım olsaydı, bizim ən gözəl günlərimiz kəndimizdə keçib, uşaqlıq illərimiz. O uşaqlıq illərini yerinə yaşamaq istəyərdim. Çünki həyatın ən gözəl günlərini orada yaşamışıq, orada görmüşük. Kaş elə yaşayaq ki, o kaşlar bizim cümləmizin əvvəlində olmasın. Sağ olun, əziz dostlar, sevgi ilə qalın. Çox sağ olun, sevgi ilə qalın. Hələlik. Görüşmək ümidilə, hələlik.